dövlətçilikdə, milli məfkurənin inkişafında şübhəsiz ki, dövlətin öz yasasının olmağı çox önəmli bir şeydir. Bəli, bu gün dünyada çox yüzlərlə xalq milli kimliyi dərk edibdir, lakin məsələlərə geniş perspektivdən baxmaq hər xalqa müəssər olmayıbdır. Dədə Qorqud dastanından, Manasdan gələn minillik bir ruh bugün artıq özünün kulminasiya nöqtəsini yaşayır desək, yanılmarıq. Həm güclü, həm də könülləri fəth edən təşkilat olmaq çox çətin prosesdir və Türk xalqları, Türk Dövlətlər Təşkilatı bugün bunu bacarır. İnsanların bugünün qələbəsini dadmağı tarixi əhəmiyyətə malik. Azərbaycan xalqını Orta Asiyada Tomisin nəvələri olaraq da adlandıranlar oldu. Anadoluda Səlcuqların torunları da olaraq adlandıran oldu. Azərbaycan xalqı milli ruhla yoğrulmuş bir zəfər əldə etdi. Türk Dövlətlər Təşkilatı 21-ci əsrdə insanların artıq mənəviyyatdan qopduğu bir dövrdə mənəviyyatı xatırladan və mənəviyyata əsas alan bir təşkilat olaraq güclənir. Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmayılovun təqdimatında arxa plan verilişinin növbəti buraxılışını izləyirsiniz. Əlbəttə ki, noyabr ayı həm Zəfər günü, həm Bayraq günü, həm Konstitusiya günü baxımından xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda biz bugün Türk Dövlətləri Təşkilatından danışacağıq. Bugün Türk dövlətlərinin iqtisadi, siyasi potensialı ilə yanaşı kültürel və eyni zamanda mənəvi potensialı haqqında da bizim silsilə verilişlərimiz olub və bu silsiləni davam elətdiririk. Bugün studiyamızın qonağı tədqiqatçı, yazar Kazım Kazımovdur. Kazım bəy, bir daha xoş gəlmisiniz. Sağ olun, təşəkkür edirəm Tural müəllim. Sizi və izləyiciləri salamlayıram. Təşəkkür edirəm. Əvvəlcə Kazım bəy, bilirik ki, Konstitusiya və suverenlik ilinin artıq yekunlaşmağına az bir müddət qalıbdır. 12 noyabr Konstitusiya günüdür. Bu barədə fikirlərinizi alaq. Ondan sonra təbii ki, biz Türk Dövlətləri Təşkilatı haqqında da söhbətimizə davam edəcəyik. Buyurun. Şübhəsiz hər millətin tarixində mühüm günlər var və bu günlər həmişə millət tarixində qeyd edilir, yad edilir və bu bəzən uzun illərlə qeyd edilir və hətta bəzən əsrlərlə qeyd edilən həm xoş, həm də mənfi anlar var və noyabr ayı Azərbaycan üçün xoş günlərin çox olduğu aylardır. Sizin də vurğuladığınız kimi Zəfər günü, Bayraq günü və Konstitusiya günü var. 12 noyabr 30 illik artıq tamam olacaqdır və 1995-ci illə biz birlik qəbul edildi. Hansı dövrdür 1995-ci il? Millətimizin Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etmişdi və bu müstəqillik də asan əldə olunmamışdı. 20 yanvar şəhidlərimizin qanı bahasına, Xocalı faciəsini atlatmışdıq. Ondan sonra biz unutmayaq ki, çox-çox qiyamlar, dövlət çevrilişinin cəhdləri, bu kimi hallar olmuşdu. Bunların hamısı təbii ki, Ulu Öndər Heydər Əliyev qaydana qədər baş vermişdi. Ulu Öndər gəldikdən sonra dövlətçiliyi möhkəmlətmişdi və dövlətçilikdə, milli məfkurənin inkişafında şübhəsiz ki, dövlətin öz yasasının olmağı çox önəmli bir şeydir. Öz qanunlar toplusunun olmağı önəmli bir şeydir və burada Konstitusiyada məhz dövlətin qanunlarının ən ali şəkildə toplanmış halıdır və mən hesab edirəm ki, 30 ildir Konstitusiyaya sahib olmağımız bizim üçün çox əhəmiyyətli bir gündür və o cümlədən təkcə gün olaraq deyil, bütün il olaraq da dövlət başçımız tərəfindən biz bilirik ki, 2025-ci il Konstitusiya və suverenlik ili elan etdi. Bu da məncə Konstitusiyamıza olan sayğının mühüm bir göstəricisidir. Və Kazım bəy, əlbəttə ki, bugün dünyada bilirik ki, yeni siyasi konfigurasiyalar formalaşır və bunun içərisində xüsusilə Türk Dövlətləri Təşkilatı artıq kifayət qədər aparıcı qlobal bir aktora çevrilibdir və son bir il ərzində dəfələrlə bilirik ki, TDT nəzdində toplantılar keçirilibdir. İşğaldan azad edilmiş Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildi. Sonuncu olaraq Qəbələ şəhərində bir zirvə görüşü həyata keçirildi. Necə dəyərləndirirsiniz? Türk Dövlətləri Təşkilatının potensialı və bütövlükdə gələcək perspektivləri haqqında fikirlərinizi eşitmək istərdim. Bilirsiniz, Tural müəllim, ümumiyyətlə dünyada son 100 ilə baxdığımızda çox saylı təşkilatlar qurulmuşdur. Bu təşkilatların bəzisi kifayət qədər güclüdür. Məsəl üçün, buna NATO-nu örnək verə bilərik. Lakin belə bir şey var ki, bir təşkilat xalqların, insanların qəlbində özünə yer tapır. Mən hesab edirəm ki, bu çox önəmli bir faktordur. Çünki 21-ci əsrə baxdığımızda artıq süni intellektin, nanotexnologiyanın danışıldığı bir əsrdə Türk dövlətləri bir araya gələrək milli kimliyimizin bir belə deyək ki, göstəricisi olan bir təşkilat qurdu.
Türk Dövlətlər Təşkilatı əslində bir idealdır, bir millətin idealıdır. Bu sadəcə Azərbaycanlıların idealı deyil, bütün dünyada yaşayan türklərin idealı olmuşdur və 100 ildən artıq bir müddətdir ki, Əli bəy Hüseynzadələrin, İsmail Qaspiralıların, Məhəmməd Akif Ərsoyların və digər Orta Asiyada yaşayan türk dövlətlərinin ədiblərinə baxdığımızda onların bir əslində ideal olaraq ortaya çıxmış və təəssüflər olsun ki, tarix elə bir dövrlərdən keçmişdir ki, bu hər zaman türk dövlətlərinin istədiyi bir şəkildə getməmişdir. Unutmayaq ki, çarizm dövrü yaşamışdır, türk xalqları çarizm zülmü altında inlənmişdir. Daha sonra qısa bir müddət həm Azərbaycan, həm də digər bir çox türk xalqları azad olmuşdur. Lakin təəssüf olsun ki, yenidən müstəqilliyimizi itirmişik. Daha sonra Stalinizm dövrü, biz bilirik ki, millətimizin çox böyük bəlalarından biri olmuşdur. Repressiyalar, hətta milli kimliyimizi tərif siyasəti, bu kimi proseslər olmuşdur. Lakin 1950-ci illərdən bu tərəfə xalqımız post-Stalinizm dövründə milli şuurunu yenidən dirçəltmək, milli özünü dərki daha da sürətləndirmək yoluna qədəm qoymuşdur və 1991-ci ildə müstəqil olduqdan sonra artıq özümüz öz üzərimizdə söz sahibi olmağa başladıq və milli kimliyimizi dərki daha da gücləndi. Bəli, bugün dünyada çox, yüzlərlə xalq milli kimliyini dərk edibdir. Lakin məsələlərə geniş perspektivdən baxmaq hər xalqa müəssər olmayıbdır. Bugün dünyada eyni xalqın çox saylı dövləti var ki, heç münasibətlər bir-birlərdə yaxşı deyirlər. Elə Rusiya-Ukrayna müharibəsini götürək, eyni etnik mənsubiyyəti xalqdır, amma bunlar arasında çox qanlı toqquşma və böyük bir düşmənçilik var. Amma Türk Dövlətlər Təşkilatına baxdığımızda, yəni Dədə Qorqud dastanından, Manasdan gələn minillik bir ruh bugün artıq özünün kulminasiya nöqtəsini yaşayır desək, yanılmarıq. Qəbələ zirvəsinə baxdığımızda Türk Dövlətlər Təşkilatının cənab prezidentin və digər Türk dövlətləri rəhbərlərinin çıxışlarına baxdığımızda kültürel sahədə, iqtisadi sahədə, hərbi sahədə, siyasi sahədə, iqtisadi sahədə işbirliyindən, böyüməkdən vurğuladı və dövlət başçısının inaqurasiya mərasimində çox yaxşı bir çıxış da var idi ki, bizim yerimiz Türk ailəsidir, Türk dünyasıdır. Bu önəmli bir faktordur. Çünki özümüzü bir ailə olaraq görmək, yəni Türkəm deyən hər kəsin bir-biri ilə dərin bağlarla bir sarılması bir-birinə mən hesab edirəm ki, çox böyük perspektiv var. Elə baxdığımızda bugün güclü təşkilat olmaq bəli əhəmiyyətli bir şeydir, amma həm güclü, həm də könülləri fəth edən təşkilat olmaq çox çətin prosesdir və Türk xalqları, Türk Dövlətlər Təşkilatı bugün bunu bacarır. Siz yaxşı bir ifadə işlətdiniz ki, könülləri fəth edən bir təşkilat və yer gəlmişən elə xatırlatma etdiniz. Cənab Prezident İlham Əliyevin bizim bir ailəmiz var, o da Türk dünyası ifadəsi. Bu çox önəmli, Türk dünyası üçün vacib narrativlərdən biridir. O baxımdan istəyirəm, bax, bu ifadənin özünün də Türk dünyasının birliyində əhəmiyyət haqqında bir fikir bildirəsiniz. Şübhəsiz ki, Türk Dövlətlər Təşkilatının bugün formalaşması Naxçıvanda başlayan proseslərdə və Azərbaycan dövlətinin strateji xəttindən, iradəsindən irəli gələn başlamış bir prosesdir. Əlbəttə ki, digər Türk dövlətləri də bizə dəstək olmuşlar, bizimlə Çin-Çinə getməkdə maraqlı olmuşlar və bugün Türk Dövlətlər Təşkilatının istər müxtəlif Orta Asiya paytaxtlarında keçirilən zirvələr, istər Bakıda, Şuşada, Naxçıvanda keçirilən zirvələr, o cümlədən qardaş Türkiyədə keçirilən zirvələrə baxdığımızda bu ailə getdikcə möhkəmlənir. Əlbəttə dünyada bugün Türk dövlətlərinin bir araya gəlməməsini istəyən çox qüvvələr var. Bədnam qonşularımız var, digərləri var. Çünki Türk Dövlətlər Təşkilatı yenə deyirəm, yəni biri var təşkilatlar, siyasi maraqlar ucbatında meydana gəlir. Bir də var ki, əlbəttə siyasi maraqlar da var, iqtisadi maraqlar da var, amma bir milli ruhun bir araya gəlmə prosesi çox çətin bir məsələdir. Yəni belə deyək də biz bu gün bir Özbək türkü ilə, Qazax türkü ilə bir araya gəldiyimizdə qədim Türk adətlərindən danışdığımızda, onlar da deyir bizim adətimizdir, biz də deyirik bizim adətimizdir, dil yaxınlığımız, ortaq Çingiz Aytmatov kimin dəyəri deyil ki? Bəxtiyar Vahabzadə, Məhəmməd Akif Ərsoy kimin dəyəri deyil ki? Yəni biz nə qədər Səməd Vurğunu seviriksə, o qədər də Çingiz Aytmatovu sevirik, Nəcib Fazil Qısakürəyi sevirik və
bu əslində kültürel kodun getdikcə dirçəlməsidir. Bir də ola bilər tarixən bir-birinə yaxın olmuş, amma bir-birindən qopmuş xalqlar, bir etnik kökə mənsub millətlər də olmuşdur. Lakin Türk dünyası bütün məhrumiyyətlərə, bütün degradasiya, Stalinizmdən bəhs edir. Stalinizmin, çarizmin bizə gətirdiyi degradasiya siyasətlərə rəğmən öz kültürünü, öz milli kimliyini qorumuşdur. Və unutmayaq ki, bugün Azərbaycanın Bakıda, Gəncədə, Naxçıvanda yaşayan insanlar bugün hansı dəyərləri paylaşırsa, bugün İzmirdə, Daşkənddə, Səmərqənddə, Almatada yaşayan insanlar da eyni dəyəri paylaşır və bunun üçün də Türk Dövlətlər Təşkilatının keçirilən siyasi zirvələrdə əslində xalqın gücünü arxalandığını çox yaxşı bilir. Elə liderlərin tez-tez vurğulamağı da cənab prezidentin bir ailə ifadəsini işlətməkdə mən hesab edirəm ki, elə bu ruha əsaslanır. Və Kazım bəy, işğaldan azad edilmiş bölgələrə Türk dövlətlərinin rəhbərlərinin mütəmadi səfərləri həyata keçirilir. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğandan Özbəkistan prezidenti hörmətli Şəvkət Mirziyoyev və cənab Kasım-Comart Tokayevin, Sadır Japarovun, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin əvvəlki rəhbəri Ersin Tatarın dövründə o dəfələrlə səfərlər həyata keçiribdir. Macarıstan baş naziri Viktor Orbanın səfəri olub və bu səfər və eyni zamanda Türkmənistan Xalq Məsləhətinin rəhbəri hörmətli Qurbanqulu Berdimuhamedovun və bu səfərlər həm bu dövlət başçılarının ayrılıqda Azərbaycana səfərləri fonunda baş verib, həm də Türk Dövlətləri Təşkilatının toplantıları nəzdində. Bu gün bilirik ki, hər bir Türk dövlətdə Qarabağda bir prosesə töhfə verirlər. İstəyirəm bu haqda da danışaq. Həm Türk Dövlətləri Təşkilatı rəhbərlərinin işğaldan azad edilmiş bölgələrə səfərləri, artıq məsələn Özbəkistan prezidentinin səfəri, Türkiyə prezidentinin səfəri bir dəfədən çox olubdur. Bunun əhəmiyyəti və həmçinin orada o mədəniyyət məktəbləri, digər məqamlara Türk dövlətlərinin bu prosesdə iştirak etməyi necə dəyərləndirirsiniz? Əlbəttə ki, Qarabağın işğaldan azad olunması bütün Türk dövlətləri üçün yeni bir ruh gətirdi. Bilirsiniz, Turan müəllim, bugün dünyada bir çox qələbələr xatırlanır. Azərbaycan xalqı yaxın günlərdə zəfərin 5 illiyini qeyd etdi. Məsəl üçün, indi xatırlayaq, 9 mayda hər il Böyük Vətən müharibəsinin ildönümü xatırlanır və yaxud da Amerikalı müstəqillik günü xatırlanır və digər bir çox. Əlbəttə bunların hamısı tarixi proseslərdir. Özünə məxsus tarixdə yer almışlar. Amma bugünün zəfəri çox daha əhəmiyyətlidir. Çünki biri var tarixi xatırlamaq, bir də var insanların özünün yaşadığı prosesləri və bugün Türk dünyası biz bilirik ki, o Orta Asiyadan Qafqaza, Qafqazdan Anadoluya qədər uzanan bir xətt boyunca bugün sürətlə inkişaf edən və bir-birinə sıx tellərlə bağlanan bir dünya içində dünyadan bəhs edirik. Və Qarabağın zəfəri əslində Türk dünyası üçün yeni bir stimul oldu. Biz bilirik ki, Qazaxıstan özü, digər Türk dövlətləri, qardaş Türkiyənin olsa Azərbaycana çox ciddi dəstək verdi bu müharibə və post-müharibə dövründə. Və onun üçün də insanların bugünün qələbəsini dadmağı tarixi əhəmiyyətə malikdir. Biz unutmayaq ki, Azərbaycan xalqını Orta Asiyada Tomrisin nəvələri olaraq da adlandıranlar oldu. Anadoluda Səlcuqların torunları da olaraq adlandıran oldu. Niyə? Çünki Azərbaycan xalqı milli ruhla yoğrulmuş bir zəfər əldə etdi və bunun üçün də Qarabağ artıq sadəcə işğaldan azad olmuş bir torpaq deyil. Qarabağ milli ruhun, milli kimliyin, Türk dövlətlərinin birliyinin arzusunda olan insanların qələbəsi olaraq görülür və belə də görülməlidir təbii olaraq. Onun üçün də Türk Dövlətləri Təşkilatının hər bir üzvünün məktəb inşa edənlər var. Ən sonluq Türkmənistan məscid inşa etməyə başladı. Yəni həm ibadət evləri, həm təhsil ocaqları, hər tərəfli bir biz burada dəstəklər görürük. O cümlədən siyasi dəstək özü Şuşa zirvəsini keçirməyi və Şimali Kipr Türk Respublikası rəhbərinin orada iştirak etməyi Azərbaycanın da bugün Şimali Kiprə və digər Türk dünyasına olan diqqətinin göstəricisidir və mən hesab edirəm ki, artıq belə demək lazımdır ki, bir ailə içərisində yeni bir dəyər doğulubsa, elə bu dəyərin özü Qarabağ torpaqlarıdır. Və
Kazım bəy, həm də ən önəmli məqam burada heç şübhəsiz ki, Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsidir. Şuşa bəyannaməsi həm Azərbaycan-Türkiyə münasibətlərini növbəti bir mərhələyə daşımış oldu, həm də eyni zamanda daha sonra Türk Dövlətləri Təşkilatı nəzdində də bu iki ölkənin möhkəm əməkdaşlıq modeli təkcə təşkilatın struktur olaraq inkişafına yox, təşkilat daxilində ölkələrin iki tərəfli münasibətlərinə də böyük təsir göstərdi. Bizim bilirsiniz, Özbəkistanla Daşkənd bəyannaməmiz var, Qazaxıstanla, Qırğızıstanla, Türkmənistanla bu tip razılaşmalar var. Bu kontekstdə Azərbaycan-Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət konsepsiyası fonunda Şuşa bəyannaməsi və bütün bunlar haqqında da istəyirəm bir ümumi təhlilinizi eşidək. Elə Ulu Öndərin bir millət, iki dövlət sözünə yola çıxaraq, ümumiyyətlə Azərbaycanın ən çətin dövrlərində Qarabağda müharibə gedirdi, yeni müstəqil olmuşdu, müstəqilliğini tanımamaq istəyənlər var idi, ölkəmizdə iqtisadi çətinliklər yaşayırdı. O dövrlərdə biz bilirik ki, Naxçıvan Muxtar Respublikası daha çətin dövrdəydi, amma Naxçıvan Muxtar Respublikasının orada bəxti var idi ki, ona Ulu Öndər Heydər Əliyev o dövrdə onun Ali Məclisə rəhbərlik edildi. Elə ilk kömək də hardan gəldi? Qardaş Türkiyədən Ümid Körpüsü. Məncə onun isminin də seçilməyi çox strategik düşün. Həqiqətən Naxçıvana və Naxçıvandan sonra Ulu Öndər Bakıya qayıtdıqdan sonra bütün Azərbaycana ümid olduğu bu əlaqələr və Ulu Öndərin Türkiyə ilə münasibətləri ciddi şəkildə genişlətdi, gücləndirdi və bunun üçün də Azərbaycan-Türkiyə qardaşlığı həm müharibə dövründə, həm sülh quruculuğu, həm də bu günlərdə həm də beynəlxalq çərçivədə getdikcə güclənir desək yanılmarıq və o cümlədən onu vurğulamaq lazımdır ki, Türkiyə-Azərbaycan əlaqələrinin genişlənməsi bugün Türk dünyasının əlaqələrinin genişləməsi üçün ən böyük töhfələrdən biri oldu və unutmayaq ki, həqiqətən Azərbaycanın, Türkiyənin iradəsi olmasaydı, bugün bu birlik bu qədər güclü, bu qədər funksional şəkildə inkişaf etməzdi və biz bilirik ki, gələcəkdə Türk ailəsi artıq 21-ci əsrdə siyasi belə deyək ki, qabıq dəyişmə dövrüdür. Çünki soyuq müharibənin qalıntıları artıq ortadan qalxır. NATO başqa bir çərçivəyə gedir. Şərq bloku artıq yeni bir şəkildə qurulma ehtimallarından bəhs olunduğu bir dövrdə və biz unutmayaq ki, 1960-cı illərdə Ərəb Birliyi deyə bir birlik formalaşmış. Daha sonra Rusiyanın 20-ci əsrin əvvəlində bir Slav birliyi siyasəti var. Bunlar heç kəsə tarixdə özünü reallaşdıra bilmədi. Lakin Türk Dövlətlər Təşkilatı 21-ci əsrdə insanların artıq mənəviyyatdan qopduğu bir dövrdə mənəviyyatı xatırladan və mənəviyyata əsas alan bir təşkilat olaraq güclənir və burada mən hesab edirəm ki, Ankara-Bakı dialoqu əvəzsizdir. Və Kazım bəy, əlbəttə gələcəyin siyasi konfigurasiyasında Türk Dövlətləri Təşkilatı vahid lider bir mövqeni reallaşdırır. Bu yaxınlarda bilirsiniz ki, Amerika Birləşmiş Ştatları ilə Özbəkistan arasında razılaşma əldə edildi və bütövlükdə Mərkəzi Asiyadakı Türk ölkələri ilə Donald Trump arasında səmərəli müzakirələr aparıldı. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ən önəmlisi Azərbaycan və onun rəhbəri haqqında Amerika prezidenti Donald Trumpın nə qədər yüksək fikirlər səsləndirdiyini bilirik. Yeri gəlmişdən Steve Witkoff, Trumpın köməkçisi, bu yaxınlarda cənab prezident İlham Əliyevin liderliyini xüsusi qeyd elədi. Bu hadisəyə sizin də münasibətinizi öyrənmək istərdim. Ümumiyyətlə Azərbaycanın siyasi rolunun getdikcə artdığını bütün dünyada hamı görür. Yəni Azərbaycan artıq nəinki sadəcə regional gücdür. Biz müharibədən sonraki zəfərimizdə Azərbaycan hər zaman regional güc olaraq bəhs edir. Lakin mən hesab edirəm ki, son illərdəki proseslərə baxdığımızda Azərbaycan bəli regional gücdür və bu mövqeyini daha da gücləndir. Amma Azərbaycan həm də beynəlxalq siyasətə belə deyək ki, öz töhfəsini verən və beynəlxalq siyasətin müəyyənləşməsində bugün kilit rollardan birinə sahib olan ölkədir. Bunu da biz əsassız yerə demirik. Bugün Orta Dəhliz kimi böyük bir proyeksiyanın həyata keçirilməsində Azərbaycan əvəzsiz rolu vardır. Orta Dəhliz nədir dedikdə Avropadan Asiya, Asiyadan Avropa uzanan geniş bir ticarət şəbəkəsindən bəhs edir. Qarabağın işğaldan azad olunmağı, Zəngəzur dəhlizi prosesi, qardaş Türkiyənin PKK terror təşkilatını məhv etməsi, Orta Asiyada sabitliyin güclənməsi, bu hamısı Orta Dəhlizə bir belə deyək ki, töhfə verir. Lakin Cənub dəhlizinə baxdığımızda yaxın şərqdəki proseslər, Şimal dəhlizində isə Rusiya-Ukrayna müharibəsi, Şimal və Cənub dəhlizi bugün artıq kilidlənibdir. Amma bunlara alternativ olaraq həm coğrafi yaxınlığı baxımından, həm də bir sabitlik belə deyək ki, yolu olmaq baxımından Azərbaycanın funksionallığının çox güclü olduğu
orta dəhliz özünün daha da perspektivini doğruldur və bu da şübhəsiz ki, beynəlxalq güclərin də diqqətini çəkir. Ağ Ev rəhbərliyi edən qüvvələrin də diqqətini çəkir. Cənab prezidentin avqust ayında Ağ Evdə tarixi bir anlaşmaya imza atmağı və burada dünyanın ən güclü dövlətlərinin birinin rəhbəri tərəfindən cənab prezidentin böyük siyasətinin təqdir edilməsi, o cümlədən bu gün cənab prezidentin sadəcə Amerikada deyil, dünyanın bir çox nöqtələrində siyasi təqdir görməsi, onun həm yaxın şərqdəki unutmayaq son proseslərdə sülhə verdiyi töhfələr onu göstərir ki, bu gün Azərbaycanın mövqeyi güclüdür. Bir də Azərbaycanın biz sadəcə Azərbaycan olaraq düşünməməliyik. Azərbaycan həm də beynəlxalq arenada Türk Dövlətlər Təşkilatının bir təmsilçisidir. Bu gün Ankara ilə Azərbaycan arasında və digər Türk dövlətləri arasında ortaq strateji baxış, beynəlxalq məsələlərdə birgə hərəkət etmə, birgə fikir ortaya qoyma elə bunun ən böyük göstəricisidir. Təşəkkür edirəm Kazım bəy, Çox sağ olun. Xatırladım ki, bu gün arxa planda mənim qonağım tədqiqatçı, yazar Kazım Kazımov idi. Biz Türk Dövlətləri Təşkilatı, onun potensialından danışdıq və əlbəttə ki, biz Türk Dövlətləri Təşkilatı ilə bağlı ümumiyyətlə Türk dünyası ailəsi ilə bağlı müzakirələrimizə bundan sonra da davam edəcəyik. Sağ olun, salamat qalın.